Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Esselatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Amma ba'd. Allah'ın kitabında bir para ayələr var ki, xalq onlardan agah deyirlər. Çox adamlar qəflətdədirlər. Onlardan bəzilərinə işarə eləyirəm inşallah ki, ta cəmaat agah olsun, xəbərdar olsun. Allah Zülcəlal mübarək Mümtəhinə suresində bir ayə-i şərifədə bəzi zalimləri sevməyi qiyamət gününə qədər onları sevməyi Allah qadağan edirdi. Bunlardan, yəni bu bir ayə-i şərifədir ki, buyurur Allah Zülcəlal Bismillahirrahmanirrahim. La yenhakumullahu anillezine lem yuqatilukum fid-din ve lem yukhrijukum min diyarikum en teberruhum ve tuqsitu ileyhim. İnnallaha yuhibbul muqsitin. Bu ayə-i şərifənin mənası budur ki, Mümtəhinə surəsindədir. Ki Allah sizi o kəslər ki, sizi dinimizə görə Məkkədə yaşadığınız vaxtda sizi dinimizə görə öldürmürdülər və sizi evlərinizdən çıxartmırdılar. Bunlara yaxşılıq eləməkliyi, bunlarla insafla davranmaqlığı Allah sizə qadağan eləməyib. Allah insaflı olanları sevər. Allaha yuhibbul muqsitin. Amma nəyi qadağan eləyib? İnnəmə yenhakumullahu anillezine qatalukum fid-dini və əxrəcukum min diyarikum və zahiru ala ixracikum en tevellawhum. Allah sizə yalnız və yalnız qadağan eləyib. O kəslər ki, sizi dinimizə görə öldürürdülər, vuruşurdular sizinlə və sizi evlərinizdən çıxartırdılar və bu çıxarmalığı aşkar eləyirdilər, aşkarda eləyirdilər. Ən təvəlləhum, onların sevgisini Allah qadağan eləyib. Və mən yetəvəlləhum, kim onları dost tuta, kim onları sevə, fəuləykəhumuz zalimun. Onlar zalimlardır. Bax, diqqət eləyin. Burada indi Allah orada şərt filan qoymayıbdır. Elə ayə birbaş gəlibdir o kəslərin barəsində. Bu ayə bizi açılmaq üçün gərək biz sual verək. Sualla biz dərk eləyə bilərik, həqiqətin üstünü aça bilərik ki, haqq nədir bu ayədə? Deməli, kim idi o kəslər ki, müsəlmanları dininə görə öldürürdü Məkkədə? Kim idi? Müsəlmanları evlərindən çıxarırdılar, aşkara, zülüm edirlər. Əmmarın ata-anasını öldürənlər kim idi? Həmən o zalimlar idi. Peyğəmbərlə 20 ilə qədər vuruşubdu Abu Süfyan ailəsi. Ta hicrətin 7-ci ilinə qədər Peyğəmbərlə vuruşublar, dinlə vuruşublar. Mallarını şeytan yolunda nə ediblər, işlədiblər. Allah Xudavənd aləm o kəslərin sevgisini qadağan eləyibdi, müddət də yoxdur. Bunları sevənlər zalimlardır ki, gərək ki, o sualı sən biləndə, yəni örgənəndə bunlar kimdir, kimdir bunlar? Əlbəttə Allah Teala onun cavabını bilərsən ki, Abu Süfyan idi, müşriklərin ordu komandiri və onlarla, yəni müsəlmanlarla, Peyğəmbər alı Peyğəmbərlə ömür boyu da müharibədə oldu. Yəni ki, o zahirən İslam gətirdiyindən sonra, həqiqətdə sonradan bilirsiniz ki, özü və övladları ki, Peyğəmbərin ailəsinə və onun ardıcıllarına nələr elədilər. Amma burada bir şey var ki, Allah Teala Məhəmməd surəsində, sallallahu aleyhi və səlləmin surəsində buyurur, وَلَنَبْلِوَنَّكُمْ حَتَّى نَعْلَمَ الْمُجَاهِدِينَ مِنْكُمْ وَالصَّابِرِينَ وَنَبْلِوَ أَخْبَارَكُمْ. Allah bu ayədə buyurur ki, bu Peyğəmbərimizin adına olan surə ki, bir ayə Peyğəmbərimiz buyurur, biz Əhl-i Beytdən danışır, bir ayə bizim düşmənlərimizdən danışır. Bir ayə bizim dostlarımızdan və özümüzdən danışır, bir ayə bizim düşmənlərimizdən danışır. Bu elə axıracan belə gedir. Və orada bir ayədə, bu zikr elədiyim ayədə Allah Teala buyurur ki, وَلَنَبْلِوَنَّكُمْ. Əlbəttə bizlər sizi imtihan eləyərik. Niyə? Nə cür imtihan eləyik? Hətta nə'ləməl mücahidinə minkum və sabirin. Ta ki sizdən Allah yolunda cihad edib səbr eləyənləri tanıyaq və halı həyatda Peyğəmbərin halı həyatında olduğu vaxtda
Və nəblu və əxbarıkum, ya Peyğəmbər, səndən sonra da qiyamət gününəcən sizin xəbərlərinizlə biz imtihan eləyəcəyik Adəm övladını, insanları. Bugün bəli, kim Əlinin tərəfindədir, Peyğəmbər, Ali Peyğəmbərin tərəfindədir, kim Əbu Süfyanın tərəfindədir, kim Muaviyyənin tərəfindədir, kim Hüseynin tərəfindədir, kim Yezidin tərəfindədir, kim bir tərəf qalır, elə o da Yezidin tərəfindən, düşmən tərəfindən hesablanır. Bu qiyamət gününə qədər imtihandır. Allah imtihan edir. Allah xalqımızı inşallah qorusun. Onları Allahın razılığı tərəfinə inşallah, Allahın dostlarını sevməyə, düşmənlərini nefrət eləməkliyə, Allahla birgə olmaqlığa müvəffəq eləsin. Esselamu aleykum və rəhmət.